Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, İmam Zaman əleyhissalam zuhur etməmişdən əvvəl bir çox hadisələr baş verəcəkdir ki, onların bəziləri qəti və hətmi, yerdə qalanı isə qeyri-qətidir. Qəti olan hadisələr o hadisələrə deyirlər ki, zuhurdan əvvəl mütləq Allahın izni ilə həmin hadisələr baş verəcəkdir. Onlardan biri də məlun Dəccalın çıxışıdır. Lənətlənmiş Dəccal yer üzündə Allahlıq iddiası edəcəkdir. Onun məlun vücudu yer üzündə fitnə fəsadın yayılmasına və bir çox qanların tökülməsinə səbəb olacaqdır. Hədislərdən belə məlum olur ki, Dəccalın bir gözü silinmişdir və onun sol gözü alnının ortasında yerləşir. Ulduz kimi parıldayan gözün içərisində qan ləxtəsi vardır. O çox böyük cüssəli və güclüdür. Qəribə qiyafəsi vardır. Çox güclü və məşhur sehirbazdır. Elə sehirlərlə məşğul olur ki, o insanların gözünün qarşısında məsələn qara bir dağın durduğunu göstərə bilir. Cəmaət isə həmin dağın çörək olduğunu zənn edəcək. Həmin dağın arxasında ona bənzər ağ rəngli dağın olması isə şəffaf suyun varlığını işarə edəcəkdir. Halbuki su olmayan mənbəni cəmaət çay kimi hesab edəcəklər. O zaman isə məlun Dəccal fəryad edib qışqıracaq ki, mən sizin uca tanrınızam, Allahınızam. Şeytanlar və onların zalimlardan, münafiqlərdən, sehirbazlardan, kahinlərdən, kafirlərdən və vələdüz zinalardan ibarət olan tabiçiləri Dəccalın ətrafına toplaşacaqlar. Şeytanlar bütün çalğı alətlərindən istifadə edərək cürbəcür musiqilər səsləndirəcəklər. Cəmaatın hamısı çalıb oynamaqla, rəqs etməklə məşğul olacaqlar. Və beləliklə də Dəccalın ətrafına yığışmış insanların qəlblərini beləcə edəcəklər. Ağıldan kəm, psixoloji baxımdan problemləri olan kişi və qadınların nəzərində elə cilvələnəcəklər ki, güya ki dünyada bundan artıq ləzzət və keyf yoxdur, olmayıb və olmayacaq. Cəmaatın çoxu həmin nəğmə, musiqiləri və cəlb edici səsləri eşidib dinləmək üçün onun ardınca düşəcəklər. Peyğəmbər Əkrəm buyurmuşdu ki, o zaman hər bir mömin, üzr istəyirəm, ağız suyunu Dəccalın üzünə atarsa və mübarək Həmd surəsini tilavət edərsə, Dəccalın sehrindən amanda qalar inşallah. Dəccal və onun qoşunu ilə İmam Zaman və tərəfdarları arasında böyük bir müharibə olacaqdır. O məlun ya Həzrət İmam Zaman əleyhissalamın mübarək əli, yaxud da Həzrət İsa əleyhissalamın əli ilə öldürülüb qətlə yetiriləcəkdir. Bununla da cəmaat Dəccalın şərrindən amanda qalacaqlar.